Herkese günaydın. Sabahınız xeyir. Çox sakit danışıram çünkü sahura qalxmışam. Bəli də yuxuluyam. Mən sahurda yemək yemirəm. Sadəcə yaşıl çay içəcəyəm. O qədər. Sahurda çünkü ürəyim bir şey istəmir. Normalde da kahvaltı edən birisi deyiləm mən zaten. Sadəcə yaşıl çay içirəm və bol-bol su tükədirəm. O kadar. Başka bir şey de eləmirəm. Sizinle bu beyefendinin yaptığı bir şey paylaşacağım. Deməli, burada bu balkonun elə bir balkona çıxır da bu yer. Bizim en yuxarıdakı hamamın pəncərəsidir. Yəni pəncərə kimi açılmır da, bura belə forçuka kimi açılır. Tombik buradan çıxır, belə çatının üstündə gəzir, təzədən dolanıb gəlir. Yağış yağırsa əgər çatının üstündə, mən sizə göstərim də. Görün bu uşaq buraları ne cünə qoyur. Görürsünüz? Neyniyir? Sizi dayadım bir yerə. Eğer çöldə yağış yağırsa, Tombik mütləq çölə çıxır. Yani Tombik sürekli zaten çıxıb girir oradan. Bir çox hava dəhşət soyuq olanda artıq yuxarını çox soyudur. Forçukanı açıq saxlamaq, onu da açmıram bir tək. Geri qalan vaxtda hər zaman açıqdır orası. Həm evin havası üçün yaxşıdır, həm də ki açıram ki, yəni Tombik də gəzsin, dolansın, belə darıxır, ürəyi sıxılır. Nəysə, Tombik çatını gəzir o şəkildə. Amma yağış yağırsa, istərsəniz çatıda gəzir, içəri girir. Girəndə də bu girib buradan atlananda bura qoydum hamamdakı şkafın üstü hər zaman Tombikin ayaq izləri olur. Nə qədər silsəm də yenə də Tombikin ayaq izləri olur və mən bunu sürekli silirəm. Gerçi indi sildim, çox da bir mənası da yoxdur silməyimin. Çünki Tombik sağ olsun. İndi yenə qaydacaq, yenə püskürə qoyacaq bu yanına. Neyse, sildim. Beraber gidelim. Bu adı yadımdan çıktı. Güzgümü de silim. Mumu falan silim. Sizi bir yere sabitleyeyim. Gördüğünüz gibi buranın üstü dəli hamamı. Ben tamam bir buraya gezdirəm. Parmağıma krem vuram. İlk önce aynamı sileceğim. Çünkü aynam temiz olur genelde. İlk önce aynamı silim. Gördüğünüz gibi tertemizdir. Ben bu şeyi düz bulmuram bu arada. Mesela için her şey için bir tane şey çıkartırlar. Salfetka çıkartırlar. Eğer bir yer çok şey değilse, tozlu değilse, kirli değilse, mesela en az kirli yerini silirəm. Ondan sonra diğer tarafı silirəm. Yok, hoşuma gelmezse üstünden bir posta daha keçirəm.
Amma yenə də məsəl üçün ayna təmizdir. Aynanı sildiyim salfetka ilə indi bunun üstündə siləcəm. Çünki bunun üstü də təmizdir əslində. O qədər də toz yoxdur. Gündəlik olaraq hardasa təmizlədiyim üçün toz olmur. Şimdi bu çöpləri atıb gəlirəm. Buradakı aynamı da sileyim. Gerçi bu da təmizdir. Bunda da bir şey yoxdur. Təmizləyirsiniz və hansı sıxlıqda təmizləyirsiniz bu çamaşır makinasının gözünü. Mən indi bunu yuyacağım. Arada bir çıxardıram belə, yuyuram. Yumaq üçün belə fırçam var yenə. Bu çıxır zaten içindən. Yudum. Şimdi bunun içine sileceğim. İçinde paltar var. Bunları yiyeceğim. Ona göre varlar. Ben bura hər zaman dəsmal salıram. Ona görə bunun içi gördüyünüz kimi təmiz olur. Yəni kirlənmir bura. Çünki mən hər zaman bura bir dənə dəsmal salıb içine atıram. Ki həm nəmini alsın o dəsmal. Makineye daha yaxşı təsir edir. Bir dənə də salfetka getirim.
Buradakiler Kərimə balaca qalan paltarlardır. Buna ayırmışam. Kiməsə verərəm. Belə təmizlədim. Bu yuduğumu da yerləşdirdim. Belə. İndi bura paraşokunu falan əlavə eləyim. Buna da çevirildim. Bura paraşokunun zadını əlavə eləyim. Bir iki tane paltar var, onları yuyum. Yerde xalçam yoxdur maalesef. Çünkü xalçanın çok qəribə bir şeydi ki, bu önündə bu qabyan maşının yoxdur. Qabyan maşının önü su olurdu. Ama qabyan maşının o önündeki xalçanın ön qismi yaş olmurdu. Sadece böyle orta yaş olurdu. Biz de xalçanı yığışdırdıq. Dedik ki biraz belə işlədək buranı. Baxaq görək su hardan gəldi. O hani su daşmışdı ya, o gündən bəri ara olur bu. Xalçanı yığışdırdıqdan bir yana yoxdur. Makinanı çıxartdıq, makinanı yuxarı qaldırdıq. Belki altından bir şey damcıldayır, teknik servisi falan çağırıb. Yoxdur. Bizi gözlürdü yani. Xalça yığışdırmamızı gözlürdü. Neyse, mutfağı yığışdırım, sərgəyə salım. Akşam nə pişirəcəm, hələ heç bir fikrim yoxdur.
Bu arada Allah bütün oruç tutanların orucunu qəbul eləsin inşallah. Sizin orucunuz necə keçir? Necə keçirdirsiniz? Ən çox çətinliyi başda nədə çəkdiniz? İlk günlərini mən çəkim yapmadım, video çəkmədim. O Ramazanın yəni ilk günlərində həm özüm yaxşı değildim, ümumiyyətlə genel olarak yaxşı değildim. Həm də ki çəkmək istəmədim ona görə. Keyfim də yaxşı değildi. İndi daha yaxşıyam deyə indi çəkim yapmayı düşündüm. Sizin nə çətinliyiniz oldu? Mən ən çox genelde çətinliyi şeydə çəkirəm. Suda. Susuzluq çox çəkirəm mən. Amma belə başqa bir sıxıntı yaşamıram. Yəni acılıq o qədər wow təsir eləmir mənə, amma susuzluğu yaşayıram başlıqda. Sonra zaman keçdikcə ona da alışırsan. Hər zaman ilk 2-3 gün zorlu geçir. Sizin üçün hansı çətinlik olur məsələn? Susuzluq mu, yoxsa acılıq mı? Tamam, indi birçok insan deyir ki, yox, işte onu Allah için tuttuğumuz için hiçbir çətinlik yoxdur. Allah asanlığını verir. Orası elədir. Ora bir şey demirəm. Amma yenə də hamımız insanıq. Bəzi yerlərində, bəzi şeylərdə çətinlik çəkə bilirik. Bu arada evdə tək mən tuturam. Ramin tuta bilmir. Ramin oruç tutduğu kimi aşırı çox kilo verir. Yəni az bir şey vermir. Bir dəfə bir həftə tuttu, 7 kilo verdi. Ondan sonra dedik ki bir daha böyle bir şey eləmirsən day. Ramin çok hızlı bir kilo vermə sürəcinə girir. Mədəsində də sıxıntı yaşayır. Ona görə oruç tutmur, tuta bilmir daha doğrusu. Mən isə tuturam. Hər il tutmağa çalışıram, yəni bacardığım qədər. Sıxıntım olsa tutmazdım, amma sıxıntım yoxdur deyə tuturam çox şükür. Sizin günləriniz necə keçir? Adam ne yiyeceğini de bilmiyor Ramazanda. Bir de benim en çok çətinliyim şeydədir. Televizorun önünde oturanda mən öyrəşmişəm çay, kofe çok içim. En çok əlim ona gedir. Çay içmək istəyirəm, kofe içmək istəyirəm. En çok çətinlik değil bu əslində. Otomatik olarak əlim ona gedir yani. Deyirəm, öz-özümə otururam kinoya baxa-baxa deyirəm ki, bir də özümə çay süzüm, bir də özümə kofe eləyim, bir də özümə kahve yapım. Deyirəm, sonra da ay yaddan çıxdı, arsan oruçsan. O Ramazanda belə bir şey olur ki, mən bünyəm genelde kitlənir. Mən çox yemək yemirəm Ramazanda, amma yenə də bünyəm niyəsə kitlənir. Yəni çox aşırı kilo falan vermirəm mən. Amma inşallah bu Ramazanda sağlıqlı bəslənməyə çalışacağım. Nə dərəcədə bacaracağım onu bilmirəm. Çünki qabaqda Novruz bayramı da gəlir. Novruz bayramında da biz Novruz şirniyyatlar pişiririk anamla bir yerdə. İnsan istərsəməz onlardan da yediyi üçün. Ona göre yani nə dərəcədə saxlaya biləcəm onu bilmirəm. En azından Novruza qədər deyirəm ki, özümü saxlayım. Tatlı yeməməyə çalışım deyirəm, amma 2 gün yani baxıram ki 2 gündə yenə də yeyirəm axşamlar. Yani bacardığım qədər özümə fikir verməyə çalışıram. Bu arada mən sahurda bir şey yeyə bilmirəm. Çünkü səhər yeməyi yeməyə alışıq deyiləm. Videolarımdan da bilirsiniz. Neçə dəfə də bunu videolarımda da demişəm ki, mən səhərlər kahvaltı yapmıram. Səhərlər kahvaltı yapmadığım üçün də alışıq deyiləm kahvaltı yapmaya. Ona görə səhər o kahvaltı mənə ağır gəlir. Yemək yeyərəm, sıxıntı deyil. Yəni yeyə bilmirəm məsələsi deyil. Sadəcə ağırlıq verir mənə. Mən də o verdiyi ağırlığı sevmirəm. Belə gün içində özümü çox enerjik hiss edirəm. Amma səhər o yeməyi yeyəndən sonra özümü o qədər enerjik hiss eləmirəm. Susuzluq bir də çox yaşadır mənə bir şey yeyəndə. Yəni susuzluq çox hiss eləyirəm. Ona görə yəni yeməmək daha yaxşı olur mənim üçün. Ona görə səhərləri indi hələ ki belə bir özüm üçün şey yeyirəm. Mən normalda sahura heç qalxmırdım. İndi bu il qalxmağı düşünürəm. Həm zaten çox erkən qalxmağa da ehtiyac yoxdur. Çünki hava gec açılır, qışdır. Səhərlər durub suyumu nə qədər çox içsəm o qədər yaxşıdır. Ona görə səhər durub su içirəm. Bir də yaşıl çay içirəm ki, onlar mənim bədənimdə içmədiyim suyun yerini tuta bilsinlər. Bir də axşamları tabii ki bol-bol su içirəm, çay içirəm, bol-bol sıvı almağa çalışıram. Yəni 2 litrimi belə deyim mən sizə, mən gün içində 4-5 litr su içən insanam. Yəni çox su içən bir insanam.
buna rağmen Ramazana az qala hər zaman belə bir yol izləyirəm ki, Ramazana az qala başlayıram suyumu azaltmağa ki, Ramazanda çox susuzluq çəkməyim. Çünki risk suyu buraxmaq mənim üçün çətin olar. Ona görə Ramazan başlamadan bir ay öncədən başlayıram suyumu azaltmaya. Gün içində daha az su içməyə başlayıram. Suyumu baya azaldıram, düşürürəm. Yəni məsələn normalda 4-5 litr içəm mən, ən sonunda gətirib o həddə çatdıram ki, 1 litr falan, litr yarım zat ancaq içirəm ki, Ramazanda bədənim o susuzluğa da alışmış olsun, çətinlik çəkməsin, mən də susuzluq çəkməmiş olum. Ona görə belə bir yol izləyirəm, yəni su içirəm axşamları, yəni 2 litrə çatdırmağa çalışıram sahurla bir yerdə. Yəni günlük ən azından vücuduma 2 litr su girmiş olsun istəyirəm. Bu bəzən litr yarım olur, bəzən 2 litr olur, amma 1 litri mütləq keçirəm. Yəni ondan aşağısını içmirəm. O şəkildə suyumu dəngələməyə çalışıram. Belə mən bunları eləyirəm. Özüm üçün belə yol izləyirəm. Siz necə eləyirsiniz? Siz nələr eləyirsiniz? Ona görə səhərdə durub sahur menü falan da paylaşa bilmirəm sizinlə. Çünki paylaşa biləcəyim bir menü də yoxdur. Mənim Ramazanlarım çox da rəngli keçmir ona görə. Bəzilərində çox qəşəng menülər paylaşırlar insanlar. Mən də o qədər rəngli keçmir yəni. Mən yemirəm. Yemədiyimə görə də aç saxlamaq deyil burada məsələ. Sadəcə olaraq o mənə xoş bədənimi dinləyirəm və bədənimin xoşuna gəlmir səhər o vaxtı mən yemək yeməyi. Nəysə, belə axşama nə bişirəcəm hələ bilmirəm. Bu axşama nə bişirim söhbəti adamı ən bezdirən söhbət ola bilər. Yəni ki, hansı podruqamla oturub danışıram, hansı qadınlarla oturub danışıram, hamısından eyni şeyi eşidirəm ki, hamı eyni şeyi deyir ki, axşam bu yemək məsələsi problemdir. Nə bişirəcəm. Nəysə, biraz internetdə işləndim, bəlkə bir fikir gəldi ağlıma. Püre eləyəcəyəm, bir də kotlet eləyəcəyəm.
Keçən il Ramazan bayramında qapıya sticker süs almışdım. Hoş geldin Ramazan diye sticker almışdım. Bu il sticker almadım. Çünkü o stickerlar yani tek seferlik olmuş olur. Ben de bu sefer qapı süsü aldım. Dedim her Ramazanda çıxardıb asaram. Hem daha yaxşı olar, qalıcı olar. Şimdi kargosu geldi. Sizlə bir yerdə açaq. Görək nətərdir. Belə görsəniz. İçinə balaca bir dənə çərçivə də qoyublar. Nə şirin. Belə bir şey də qoyublar içinə. Balaca çərçivə kimi istifadə, yəni içinə şəkil qoy istifadə eləmək. Şirindir, qəşəngdir. Kart koyublar ve bu da qapı süsümün özüdür. Belə sadəsini seçdim. Bərabər asaq indi. Size göstereyim. Açmıyorum. Belə görsənir. Bence çok şirin oldu. Ramine dedim gələndə bazara girsin. O da portakal alıb, alma alıb. Bu almaları boşalttım bura. Banan alıb. Bu nədir? Bu nədir? Bu turşudur. Alça turşusu deyə yəqin alıb. Bir də mandalina alıb. Şimdi bunları koyacağım xaladenika. Bu da iftarım. Bunu yiyeceğim. Çörək yemirəm iftarda.